Bunlar yığılıb əl arabası formasına da gəlir ki, rahat şəkildə avtomobilə yerləşdirməsində olsun və yaxud da elə avtobusda və s. gedərkən bu yan tərəfindən də bağlana bilir. Tut ağacı da var, rahat şəkildə özünüzlə daşıya bilir. Bəzi məhsullar var ki, hal-hazırda mağazada endirimdədir ki, elə fürsət. Daha sonra belə xırda bir dənə vannası var. Vedrəsidir, quruşkasıdır və böyük vannadır ki, bunların da özəlliyi odur ki, yığılır, rahat şəkildə daha az yer tutmaqdan ötürü şkaflarda, bal, eyvanda və s. Bütün hamısı yığılan tək vannalar 25 manatdan başlayır, endirimdədir. O drift karlardır ki, qiymət sadələr bir tək nəfərliklər 250 manatdan başlayır. Bunu nə almaq lazımdır? Çıxarmaq lazımdır. Aha. Tamam, qatlayacaq artıq. Həm boya görə də tənzimlənə bilir. Aşağı yuxarı bunu da yellənəcək kimi bu şəkildə istifadə edə bilirsiniz. Həm xalinok kimi istifadə edə bilirsiniz, həm belə yellənəcək, həmçində olur yemək masası. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplantıdan detallı video hazırlayırıq. 21 iyun tarixidir və bu həftənin sonuncu videosudur ki, bu dəfəki Kidilo mağazasıdır. Burada uşaqlara aid məhsullar, çeşidlər, velosipedlərdən tutmuş gördüyünüz kimi güvəclər, uşaq arabaları, manejlərdir, beşiklərdir və s. kimi məhsulların satışı olunur. Birinci əl ixalçıdırlar. Birinci əl toptancı olaraq fəaliyyət göstərdilər. Həm topdan, həm də pərakəndə satış var. İnşallah birazdan içəri keçib ümumi olaraq məhsullar haqqında, çeşidlər haqqında özümdə suallar da var ki, yeni valideyn olanlar, yeni dünyaya gəlmiş övladı olanlar ən çox vacib məhsullar hansılardır? Ən çox satılan məhsullar hansılardır? Bunun kimi inşallah mağaza əməkdaşlığı ilə birlikdə bir video hazırlamağı planlamışıq ki, sizlərə də yeni ana olanlara, valideyn olanlara, həmçinin də yeni övladı dünyaya gələnlərə bir kömək olmuş olaq. Mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall arası, Korpus 28 mağaza nömrəsi 1, mağaza adı Kidilo. İndi isə keçib ümumi olaraq mağaza ilə məhsullarla sizlə tanış edəcəm. İçəri keçmədən öncə isə ilk olaraq elə bayırda olmuş olan velosiped haqqında qısa olaraq məlumat verim ki, gördüyünüz kimi ən kiçik ölçü 20 ölçüdən başlayaraq 28-29 ölçüyə qədər olan çeşidləri var. Stils markasıdır. Bu markada yenə bu mağaza tərəfindən ixal olunur. Həm açılan model olaraq, həm açılan, həm də bütöv modellər var ki, qiymət 165 manat, bağlananlar isə 175 manat olaraq dəyişir. Yenə də sizin boyunuza uyğun olaraq, ölçünüzə uyğun olaraq istədiyiniz ölçülər gəlib buradan da velosiped çeşidlərində həm topdan, həm pərakəndə alış eləyə bilərsiniz. Üzərində siqnal və işıq üzərində hədiyyə verilir. İşıq və siqnalı üzərində hədiyyə verilir ki, bu da hardasa bir 15-20 manat ilə pul aparır. İndi isə keçib inşallah içəridə digər çeşidlərlə sizə tanış edəcəm. Keçmədən özdə mütləq kanala abunə olmağı və video bəyənməyi unutmayın. Getdik. İndi isə Pəri xanım, mağaza meneceri bizə qısa olaraq mağazanın fəaliyyəti haqqında məlumat verəcək. Daha sonra isə qeyd etdiyim kimi bütün məhsullarla sizləri qiymətləri ilə bərabər birlikdə təqdim edəcəyik. Xoş gördük Pəri xanım. Salam, xoş gəlmisiniz. Mağazamız Kidilo mağazası olaraq 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Hal-hazırda Abşeron filialımız yeni açılıb və burada məhsullarla bağlı sizi tanış edəcəm. Marka olaraq hansı markaları ölkəyə ixal edirsiniz? Onları da qeyd edək. Markasından başqa bizdə Cool Baby, Pop Papa, Chico, McLaren və s. bundan çox markalarla əməkdaşlıq edirsiniz. Çeşid nə gözəl. Çeşid olaraq da demək, uşaq arabalarıdır, uşaqlara aid. Neçə yaşa qədər burada məhsullar var? Hal-hazırda burada kolyaskalar məsələn 3 yaşa qədərdir. Həm yeni doğulmuş uşaqlar, həm gəzinti üçün, həm də əkiz uşaqlar üçün çeşidlərimiz mövcuddur. 0 yaşdan körpə 3-4 yaşa qədər olan çeşidlər var ki, indi bura beşiklərdir, manejlərdir, digər baxım məhsulları var, vanna dəstləri var, oyuncaq, bir qism oyuncaqlar da var ki, buradan rahat şəkildə ala bilərsiniz. Yeni ana olanlar, yeni valideyn olmağa hazırlaşanlar və s. İndi isə girişdən qeyd etdiyim ki, sağ tərəfdən başlayaq. Məhsulları sizlərə təqdim eləyək. Qiymətlərini də Pəri xanım zəhmət olmasa topdan almaq istəyənlər qeyd etdiyimiz əlaqə nömrələrini əlaqə saxlayıb topdan qiymətlərini öyrənə bilərlər. Mağazanın həmçinin sosial şəbəkə ünvanları da var ki, elə Pəri xanım orada mütəmadi olaraq məhsulları təqdimatını edir. Oradan da bir-bir məhsulları təqdim edə bilərsiniz. Bu videonu çəkməkdə məqsədimiz odur ki, mağazaya gələ bilməyənlər, regionlarda yaşayanlar rahat şəkildə video vasitəsilə məhsullarla tanış olsun. Görüntülü əlaqə saxlayıb yenə də seçimini edib göndərişlər var. Regionlara və şəhər daxili göndərişlər var ki, bunu da sizin üçün
məhsullara əl çatan olması üçün sizlərə bu xidmətdə göstərirlər. Buradan başlayır bir qism. Baxın məhsullarıdır. Chico brendinin belə şampunları var. Digər tərəfdə də dırnaq tutan və sair kimi məhsullar var. Onları da inşallah göstərəcəyik və fərqli-fərqli uşaqlar üçün olan burada süd qızdırıcı, daha sonra nə bilim fərqli-fərqli ana-bala çantaları var. Yuxarıda digər oyuncaq çeşidlər ki, bu mağaza yeni açıldığı üçün yeni çeşidlər də gəlməkdədir. Belə analar üçün kenguru çeşidləri və s. Bu süd qızdırıcıdır. Butulkanı qoyub burada qızdırırsınız. Belə bir qış aylarında yəqin ki, ən çox lazım ehtiyac olan məhsullardan, məhsul çeşidlərindəndir ki, düzdür, indi yay aylarındayıq, amma üzü qışa lazım ola bilər. Nəzərinizdə olsun ki, buradan ala bilərsiniz. Ən çox çeşid olaraq burada uşaq arabaları çeşidləridir ki, bunların da həm qış, həmçinin yay üçün olan çeşidlər var. Həm tək uşaqlar üçün, həm də əkiz övladı olanlar üçün baxın belə ikili çeşidlər var ki, bunların da buradan əldə edə bilərsiniz. Yay çeşidləri neçədən başlayır? Həm yay üçün uyğun olanlar. Ümumiyyətcə modellərimiz hal-hazırda 130 manatdan başlayır qiymətləri. 4 fəsil modellərdə 130 manatdan başlayır. Kidilodur, düzdürmü? Kidilodan başqa markalarında var. Kidilolarımız 150 manatdan başlayır hal-hazırda. Kidilolar 150 manatdan başlayır. Burada dəstə daxildir, 150-dən olanlar. Həm qışlıqdır, yeni doğulmuş uşaq üçün uyğundur. Eyni zamanda da gəzinti arabasıdır, 3 yaşa qədər istifadəlikdir. Valideyn çantasından bir yerdədir. Valideyn çantası da üzərində verilir. Bəs belə, yəni bu nə isə, bu avtomobil üçün olan bəli, avtosəbəti var yanında. Eyni zamanda Koleskanın özü də 3 yaşa qədər istifadəlik gəzinti arabasına çevrilir. Həm 4 fəsil olduğu üçün gəzinti arabasına da çevrilir. Baxın, belə ikili dəstələr də var ki, həm avtomobil üçün olan səbəti, həmçinin də eyni qaydada. Hazırda endirimdədir eyni zamanda 290 manata düşüb qiymətləri. 290 manata düşüb. Onu da qeyd edeyim ki, hissəli ödənişlə də Ferrum Capitalın hissəli ödəniş şərtləri ilə də burada tək şəxsiyyət vəsiqəsini əldə edə bilərsiniz. Hətta gəlmədən belə mən bilən onlayn şəkildə də sorğu vermək mümkündür. Daha sonra ikili çeşidləri haqqında, bunlar 4 fəsil yox, yaydır mən bilən. Gəzinti arabası yay üçün. Həm Kidilo firmasının da, həm də başqa firmaların var. Bunların ikililərin qiyməti neçədən başlayır? 290 manatdan. 290 manatdan başlayır. Qeyd etdiyimiz qiymətlər pərakəndə satış qiymətləridir, nəzərinizdə olsun. Fərqli-fərqli rəng tonları var ki, zövqünüzə uyğun, sevdiyiniz, bəyəndiyiniz rəngləri əldə edə bilərsiniz. Su keçirməyən materialdır. Rahat şəkildə yayda, qışda, nə bilim, yağışlı havalarda istifadə edə bilirsiniz. Müştərimiz gəldi. Gərək biləsən, ha. Zadiniz yoxdur, hə? Yemək istəyirəm. Girmişdim sən. Xoşuma tək nəfərlik çeşidlər isə gördüyünüz kimi fərqli-fərqli rəng tonlarında və funksionallığına görə dəyişə bilir, materialıdır və s. Minimum çeşidlərimiz başlayırdı tək nəfərlik 150 manatdan. Bunların həmçinin qışlıq çexolları da var. İstifadə edə bilirsiniz və rahat şəkildə bunlar yığılıb əl arabası formasına da gəlir ki, rahat şəkildə avtomobilə yerləşdirməsində olsun və yaxud da elə avtobusda və s. gedərkən bu yan tərəfindən də bağlana bilir. Eyni zamanda qulpun arxaya keçə bilər modellərdir. Və burada da çamadan kimi belə tutağacı da var, rahat şəkildə özünüzlə daşıya bilirsiniz. Uşağınız dincələndən sonra özü yeriyəndə özünüz daşıyın, yorulanda açın, rahat şəkildə gəzdirin. Bağlı saxlayıb açıram. Bu şəkildə açıldı, oldu Koleska araba. Burada arxada yenə hava çəkən üçün belə setkası da var. Yəni yay aylarında və s. açmağa. Daha sonra nəyin göstərə bilərik? Burada da zamok var bu üst tərəf. Eyni zamanda ön arxaya keçə bilir. Hə. Bu çox valideynlərin soruşduğu bir şeydir. Qulp ön arxaya keçə bilir. Önə, arxaya qulpu da fırlanır ki, yenə həm üz-üzə, həm də arxadan uşağına kontakta keçə bilərsiniz. Belə. Bu da Kidilo markasıdır. Qiymətlər bu Kidilolarda neçədən? 150 manat.
Bu da 150 manat. Bu da 150 manat, o da 150 manat. Bunun fərqi bir dənə Çıxolu var. Çıxolu olmaz. Ön arxaya keçmir həmin modellərdə tutacaq sizə. həm də bunlar da arxaya keçir. Bunlar da eyni sayılır yoxsa? Polpepo markasına məxsusdur. Biraz daha böyükdür ölçü olaraq, amma qulp ön arxaya keçmir. Bunlar İçəri amma hissəsi villurdur, yumşaqdır, əlavə kolesk içliyi almağa ehtiyac yoxdur. və bir qədər burada fərqli dəri işləmələri və s. var. Funksiya olaraq yenə eyni funksiyanı yerinə yetirir. Qiymətlər 150-dən başlayaraq neçəyə qədər davam edir? Hər qiymətə var. Yəni ən bahalı məsələn koleska modellərimiz 1000 manata, 1200 manata qədər var. Burada da yenə həm qız uşaqlarına aid rəng çeşidləri, həm də oğlan uşaqlarına aid rəng çeşidləri də var. Orijinal Porsche istehsal olan koleskalarımız var. Hal-hazırda endirimdədir. Krasnal modeldir məsələn bunlar. Krasnal markasına məxsusdur. Həm gəzinti arabası, həm də 1 yaşa qədər istifadəli koleskasından bir yerdə 450 manata düşüb hal-hazırda qiyməti. Endirimdədir. Bəzi məhsullar var ki, hal-hazırda mağazada endirimdədir ki, elə fürsət ikən onları da sizə təqdim eləyək. Həmin bu Avropa istehsalı olan Krasnal markasının. Bunlar yəni üstü dəyişə bilir. Bəli, dəst şəkildə də dəyişə bilir. Dəst şəkildə də gördüyünüz kimi baxın bu qışlıq, həm də elə beşik kimi məsələn lap körpə aylarda istifadə edə bilərsiniz evdə 1 yaşa qədər. Bunun üzəri dəyişə bilirsiniz. Bunu keçirib 3 yaşa qədər də istifadə eləmək 3 yaşa qədər gəzinti arabası kimi istifadə edə bilirsiniz. Üzərində çanta analar üçün olan çantası da var. Qiymət hal-hazırda endirimə düşüb 450 manat. Kreditlə də alsa yenə 450 manatla hesablanacaq. Məncə fürsətdir. Yəni həm qış, həm yaylıq 3 yaşa kimi rahat şəkildə bu canınızı qutara bilərsiniz araba mövzusunda. Daha sonra fərqli yenə burada modellər var. Yenə hündür təkərlə olan, dəst şəkildə, uşaq arabası ilə, avtomobil üçün olan çeşidlərlə paralel şəkildə burada da yenə fərqli rənglərdə olan bu gəzinti arabalarında yenə fərqli çeşidləri var ki, burada tapa bilirsiniz, göstərim onu da. Daha sonra sağ tərəfimizdə vanna dəstləridir ki, ən çox yenə olmazsa olmaz anaların. Burada da dəstə daxildir. Deyəsən bunun üzərinin şeyidir, nədir, setka kimisi. Bunu da üzərində verilir. Daha sonra belə xırda bir dənə vannası var. Vedrəsidir, quruşkasıdır və böyük vannadır ki, bunların da özəlliyi odur ki, yığılır, rahat şəkildə daha az yer tutmaqdan ötürü şkaflarda, bal, eyvanda və s. bütün hamısı yığılan modeldir. Bu da böyük vannası da yığılıb, rahat şəkildə gördüyünüz kimi kompakt bir ölçüyə gəlir. Daha sonra ortadan bu şəkildə açıb yenə də istifadə edə bilirsiniz ehtiyac yarandıqda. Bunların dəstlərin qiyməti neçədən başlayır? 110 manatdır bu dəstlərin qiyməti, ümumiyyətcə 70 manatdan başlayır. Sadə çeşidləri 70 manatdan başlayır, 110 manata qədər fərqli çeşidlər var. Baxın bu paltar yuan da var hətta. Bu bələməsi, paltar yuan, vanna, vedrə, quruşka, sabun qabı, hətta hamamdan çıxdıqdan sonra adyalı belə var. Bu dəstə daxildir bu da? Bəli, hər şey daxildir. Onlarda da var, hə bu? Onlarda yoxdur. Onlar ayaqsızdır. Sadəcə bu əlavə olaraq ayaqlı modeldir. Sadəcə bizdədir bu arada bunlar. Bunların neçədir qiyməti? 225 manatdır qiyməti. 225 manata üzərində belə döşəkçəsi, gördüyünüz kimi bu dəst, sabun qabısına, quruşka, vedrə, daha sonra paltar yuan, qısa, mən biləm 1 kilo yarım, 2 kiloya qədər olan kiçik uşaqların paltarlarını yumaq üçün səyahətlər, rayona gedəndə də rahat şəkildə istifadə edə bilirsiniz. Bunlar da üzərində verilir. 5 ədəd, 6 ədəd üzərində veşilka. Asılqan da hədiyyə olunur və belə ayaqlıq və bələmə üçün belə bir masası da var. Ortopedik yastığı da var. Maşallah. Ona yaxın, yox bu şey yastıq deyil, bu ədyalıdır. Belə bir ədyalı da var, üzərində verilir sizə. Toplam qiymət 220 manatdır. Rahat şəkildə bunu da yenə ən azı bir yaş yarım 2 yaşa qədər istifadə eləyə olunur. Daha sonra belə bir maraqlı, bu nə üçündür? Bu ayaq üstə qalxıb deyəsən dayanmaq üçündür. Uşaqların ayaqlarını, ayaq üstə, ayaq açmağa başlayanda istifadə olunması belə bir çeşidlər var. Daha sonra yumşaq kreslo çeşidləridir. Fərqli sadə yenə bu vanna çeşidləridir. Tək vanna istəyənlər üçün də yenə fərqli modellər var. Endirimdədir həmin modellərimiz 25 manatda hal-hazırda qiymətləri tək vannalar. Tək vannalar 25 manatdan başlayır, endirimdədir. Keyfiyyətli, materiallı. Burada yenə fərqli rəng tonlarında olan digər çeşidlər var yenə. Avtomobil çantası, oturacağı ilə bir yerdə olan modellər, yay modelləri, qış modelləri zövqünüzə uyğun. Baxın bu da belə biraz daha müasir, görünüşlü bir modeldir. Bunların qiyməti neçədir? Dəbdəbəli sevən analar 250 manata baxın belə bir model də var. Elektron nənnilər.
Elektron nənni çeşidlərinin fərqli çeşid növləri var. Bunlar da bildiyiniz kimi uşaqlar axşamlar rahat şəkildə sizi durğuzmadan qoşursunuz və avtomatik olaraq uşağı yatızdırır, yelləyir ki, uşaq durmasın. Bunların da qiymətləri 120 manatdan başlayan qiymətlərdir. 120 manatdan başlayır. Baxın belə qoşduqda belə, yəni artıq zaten bunu hamı bilir. Biz də təkrar olaraq üzərindən keçirik. 120 manatdan başlayaraq qiymətlər sizə təklif olunur. Burada uşaqlar üçün xadinok, yürtəc, Azərbaycan dilində yürtəc adlanan uşaqların ayaq açdıqdan sonra istifadə olunur. O etdikləri belə bir yığılıb açılan modeldir bu. Baxın. Qiymət bu neçədən başlayır bu yürtəclərdə? Qiymət 45 manatdan başlayır. Bu əlimizdəki qiymətini misal desək, bahalı model olur. 60 manatdır. Sadə modellərdə yenə var aşağıda. Bunlar hamısı yığılıb açılıb yoxsa? Aha, bəli. Hamısı yığılıb açılan modeldir. Yenə də uşağı üçün, oğlan uşağı üçün olan rənglər var. Burada belə avtomobil formasında olan çeşidli rənglər də var. Xırda ölçü ilə, böyük həcmli ölçü ilə olan çeşidlər var. 60 manat, 45 manatdan başlayır. 100 manata qədər çeşidlər. Daha sonra yemək masaları çeşidləridir. Yemək masaları da restoranlar ala bilir. Bağ evlərində yaşayanlar, bina evində yaşayanlar fərqli ehtiyacına görə bunu da buradan alışını eləyə bilərsiniz. Bunlarda da qiymətlər 100 manatdan başlayır sadə çeşidlər. Hansı da 100 manatlıq modeli göstərir? Birinci modeldir. Eyni zamanda elektron, yelənəcəkli, xadinok ola bilən modellər. Və bunlar 100 manatdır. Bunların nəyi var içərisində? Belə bir dəri örtü iləndir. Oturacağı. Matraslıdır, 5 portlu qoruma matrası var. təchiz olunur. Qoruma kəmərləri var. Kidilo markasına məxsusdur. Aşağısında belə səbət. Daha sonra qeyd etdiniz hansı modellər var? Funksiyalı belə modelimiz var. Həm yelənəcək, həm yemək masası, həm də xadinok ola bilir. Bunlar elektron yoxsa? Elektron deyil, sadə. Sadədir. Yelənəcək kimi bir də qoşaq göstərə bilərik. Deməli, masanın önü çıxır və 2 hissəlidir, ikisini də ayrıca olaraq çıxarıb təmizləmək, yumaq mümkündür. bunu nə almaq lazımdır? Çıxarmaq lazımdır. Aha. Bir dənə qatlayacaq arxaya. Həm boya görə də tənzimlənə bilir. Aşağı yuxarı, bunu da yellənəcək kimi bu şəkildə istifadə edə bilirsiniz. Bunu da neçə yaşa kimi istifadə etmək olar? 3 yaşa qədər. 3 yaşa qədər istifadə edə bilirsiniz. Xadinoka da çevrilmək olur eyni zamanda. Eyni zamanda xadinoka çevrilir. Aa, nə gözəl. Aşağısında belə bir nəyi var? Hə, bu da xadinokun oturma yeridir ki, xadinoko çevriləndə yəqin ki bu çıxır, bunun yerinə o girib o da qalxır yuxarı olur xadinok. Ha. Həm xadinok kimi istifadə edə bilirsiniz, həm belə yellənəcək, həmçinin də olur yemək masası. Bunun qiymətini 180 manat. 180 manat. Məncə qiymətinə görə hamısını birlikdə birləşdirib birində eləmək həm az yer tutmuş olar, yəni qiymət olaraq da hesablayanda tək-tək hesablasınız, bu daha sərfəli başa gəlir. Fərqli yenə rəng çeşidləri var. Ağ rəng, qara rəng, sarı, bej. Yenə də öz zövqünüzə görə bunu seçib ala bilərsiniz. Daha sonra bu tərəfdən beşik çeşidlərimiz və manej çeşidləri başlayır. İnşallah qarşı tərəfdən onu da görsədək. Mağazaya yeni gələn Lego masasını burada sizə göstərmək istədik. Üzərində gördüyünüz kimi oyuncaqlarıdır, masasıdır, bir oturacağıdır. Qiymət 65 manat və böyük ölçüsü də var. 2 ölçüdədir. Bir belə kiçik ölçü, bir də əlavə böyük ölçüsü var. İkili yanında digər oturacağı da var. Daha sonra fərqli bir neçə növ xırda oyuncaq çeşidləri də var ki, amma yeni çeşidlər də gəlməkdədir inşallah. Mütəmadi olaraq mağazanın sosial şəbəkələrini izləyin. Orada mütəmadi olaraq paylaşılır. Növbəti buradan beşik dəstlərini göstərək, sonra manejlərə keçək. Beşik dəstlərinin də qeyd etmişdiniz ki, həm yerli istehsal, həm də xarici istehsal və xaricdən ixal olunan beşik çeşidləri var. Burada da yenə funksionallığına görə, materialına görə qiymət dəyişir. Qiymətlər minimum başlayır. Dolu şəkildə 290 manatdan başlayır aval beşiklərimiz. Aval beşiklər 290 manatdan, içərisində matrasıdır, sonra bortik dəstidir, yastıqlarıdır. Baxın bu oyuncaq, tülü oyuncağı daxil 290 manat. Fərqli yenə rəng çeşidləri ilə həm qız, həm oğlan uşaqları üçün uyğun rəng çeşidlərini tapa bilərsiniz. Həmçinin burada transformerdir yəqin ki bu açılıb kravat ola bilən modellər. Yəni bu beşikləri bir 14-15 yaşa kimi istifadə olunur. Beşikdən çıxarından sonra bu üst hissə, beşik hissəsi açılır.
Daha sonra bu tumba hissəsi şkaf kimi yana qoyulur və bunu bütöv hardasa 1.70 uzunluqda boya qədər övladınız, yəni tək kravat kimi də istifadə oluna bilir. Eyni zamanda üst hissəsi də yazı masasına, kompüter masasına çevrilə bilir. Üst hissəsini də, unutdum mən də. Üst hissəsi də çevrilir, olur masa. Bunu da masa şəklində istifadə edə bilir. Ən aşağı bir 10 il, yaxşı təbii ki, istifadə olunsa, qoruya bilsəz 10 il, 12 il istifadə edə bilirsiniz. Bunların da fərqli rəng çeşidləri var. Ağ rəng, baxın belə balaca, şirin bir stol. Uşaqların yenə yemək stolu, yerdən balaca. Bunlar neçədir? 70 manat. Chico brendinin. Baxın belə yerdən olan masası var. Kəmərləri ilə bir yerdə. Yayda, yəni yay üçün yaxşıdır eyvanda, çöldə, həyətdə. Əsasən də restoranlara falan gedəndə özlərinin daşımağa alırlar elə bir şeylər. Həm masa kimi, həm də yemək masası, həm də sadə standart masa kimi istifadə edə bilirsiniz. Bu tərəfdə manej çeşidləridir. Manej çeşidləri də marka fərqi var. Bunlarda marka məsələsi. Fərqli markalara məxsusdur. Fərqli marka çeşidləri var. Qiymət ölçüyə görə dəyişir, yoxsa? Bəli, ölçüyə görə, modelə görə dəyişir. Bunlar 180 manatdan başlayır hal-hazırda. 180 manatdan başlayır. Bunların da elektron versiyası olur, yoxsa? Elektronda mısın? Hamısı elektrondur. Aşağı sırada gördüklərinizin hər biri elektrondur. Yuxarıda olanlar sadəcə park yataqlardır. Elektrondur hamısı, rahat şəkildə yenə gecələri analar ən çox əziyyət çəkdiyi mövzulardan biri budur ki, gecələr uşaqlar tez-tez durur, problemlərlə rastlaşa bilirsiniz, amma ən çox anaların, ataların bu beşiyi yelləmək mövzusudur. Özümüz də o yollardan keçmişik. Rahat şəkildə bu indiki elektronlar vallahi çox bu mövzuda işləri rahatlaşdırır. Qiymət olaraq 180 manatdan başlayır. Sadə bu yer manejlər isə nə manejlər oldu bu? Park yataqları. Park yataqları. Bunların da gördüyünüz kimi üzərində yenə bələmə üçün masa hissəsi var, yatılı hissəsi var, oyuncağı, tülü, daxil neçədən dedik? 150 manatdan başlayır. 150 manatdan başlayaraq qiyməti dəyişir. Fərqli yenə rəng çeşidləri həm elektronların, həm də park manejlərinin fərqli rəng çeşidləri var. Bu tərəfdə isə öncədən göstərdiyimiz digər fərqli beşik dəstləridir ki, baxın belə bunların açılır yan tərəfi. Həmçinin də yenə belə bağlayıb təhlükəsizlik məqsədi ilə istifadə edə bilərsiniz. Bortiki və s. hamısı daxil. Bunların qiyməti 350 manatdan başlayır. 350 manatdan başlayır. Yan tərəfində işıqları və s. kimi bunların yanır. Bunlar ixal olunan xarici istehsal modellərdir, təkərli modellərdir. Bunların da fərqli rəng çeşidləri var. Yenə də gəlib mağazada rahat şəkildə seçimini edə bilərsiniz. Son olaraq isə burada olan güvəc, qarşok modelləridir və dəbdə olan parklarda ən çox istifadə olunan bu drift karlardır ki, qiymət sadələr bir tək nəfəri ilə 250 manatdan başlayır. Yenə də kreditlə də əldə edə bilərsiniz. Həm təkli, həm də ikili oturacaqla olan çeşidləri var. Burada isə yenə uşaqların baxımında, qidalanmasında və s. kimi istifadə olunan çeşidlərdir. Daraq dəstləridir, dırnaq dəstləridir. Belə yaxalıqlar var, fərqli brendlər, yəni Chico'dur, əsasən deyəsən üstünlük. Fərqli yenə digər uşaqlar üçün olan məhsul çeşidlərini görə bilərsiniz. Yəni xırdavat olaraq da yəni bunları da buradan əldə edə bilərsiniz. Güvəclər isə həm sadə güvəc çeşidləri var, həmçinin də belə fərqli, biraz daha modern və görüntü baxımından daha belə görüntülü olan güvəclər var. Qiymət neçədən başlayır? 35 manat. 35 sadələri, ən sadələri. Yox. O modellər 35 manatdan. Bəs onlar? Dəst şəklindədir onlar, qiyməti 30 manat. Bunlar Vanna, vedrə, quruşka, qarşok dəstidir. Bunlar isə sadə güvəclər. Bunların qiyməti 30 manatdan, 35 manatdan başlayır. Fərqli yenə rəng çeşidləri var. Fərqli. Silikonludur həm də yumşaq. Bu əyləşən tərəf, uşağın oturacaq tərəfi yumşaq silikonludur. Yenə burada fərqli rəngləri var. Şotkası var. Sonra içərisində fərqli bir-iki aksesuarı da var. Qiymət 30 manatdan başlayır. Ən bahalı model 60, 65, 70 manata qədər davam edir. Baxın bu elə bil biraz daha geniş. Forması da elə adi VC dizaynındadır. Bu qədər dostlar. Mağazaya yeni məhsullar gəlməkdədir. Gördüyünüz kimi burada bəzi boşluqlar da var. İnşallah yaxın 15-20 gün ərzində bütün digər çeşidlərimizdə gələcək mağazanın tam digər çeşidlərdə əlavə olunacaq ki, yenə də bu yaxınlarda
ana olma, valideyn olma kimi nədir gözləntiniz var nədir? Bu yaxınlarda yeni ana olacaq, valideyn olacaq, analar, atalar və yaxud da yeni doğulmuş körpələriniz varsa da bu məhsulları hələ də əldə etməmisinizsə, rahat şəkildə gəlib buradan öz seçimlərinizi eləyə bilərsiniz. Həm nəqd, həm də hissəli ödənişlə. Əlavə olaraq dostunuzda, rəfiqənizdə yeni alan olanlar varsa da bu videonu həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb faydalansınlar. İzlədiyiniz üçün təşəkkürlər. Son sözünüz varsa buyurun. Çox sağ olun. Pəri xanım da nə zaman gələrsiniz, hər hansı bir sualınız olarsa həm zəng vasitəsilə, həmçinin də burada canlı şəkildə sizə seçim etməkdə də tam dəstək verəcəklər. İzlədiyiniz üçün təşəkkürlər.